Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Afət Fərman qızı canlı yayım zamanı diqqət çəkən açıqlama verib. Müğənni bugün şəxsi təyyarəmlə uçacam deyərək planından danışıb. Onun bu sözləri canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Dəhşət, dəhşət. Hardan güc alıram? Mənim bu cür vəkillərim var. Birazdan bir də deyəcəm. İşiniz Allah Taala həmişə sizə şər böhtan qismət eləməsin, amma olur da, şərə böhtana düşərsinizsə, nə bilim bir haqsızlığa uğrayarsınızsa, anındaca mənim bu dəyərli vəkillərimlə əlaqə saxlayın. Bir sözlə, çox danışa bilmirəm, gözə gələrik. Mənim vəkillərim, hətta elə vəkillərimin içərisində elə vəkillər var ki, dünyada bir ilkə imza atıblar. Onu mən buradan deməyəcəm, Arifə bir işarə. Dünyada bir ilk. Onu başqa vəkillər, məsələn, mən eşitməmişəm də, varsa yazın bura. Ceyhun bəy, Asim bəy, dünyada bir ilkə imza atıblar. Hüquq müstəvisində Yox canım, yox, siz Əzizə xanım, no problem. Niyə sözüm bitmir? Çox gözələm ona görə. Bu təbiilikdə mənim bu gözəl olmağı mənim başıma bəladır. Gözəlliyim göz çıxardır, göz. Bir tərəfdən də Mamet bəy, partlaşma. Soyuqdur, hə. Qızın kurtkasına bax, İkinci bir müğənni varsa belə kurtkada çıxsın da qabağıma. Kurtkanı gətir, kurtkamı gətirin. Kepkanı gətir, kepkamı gətirin. Hə, bacınız qızın toyunu. Harda canım mənim? Mən bütün toyları oxuyanda elə biləm öz balalarımın toyudur. Yadımdan çıxır, bütün enerjimi qoyuram ora. Can, öpürəm. Tovuza da salamlar. Yoldayım da canım mənim. Hündürdaban kablukda, veçerin platyada oturası deyiləm ki. Uçuram. Gedirəm toya. Toy da nə deməkdir? Bir toy tutacam. Mənim ki, vəkil, komandamı gördünüz də, komanda. Mənə deyirlər, sən xanım kimi otur, belə ağayana otur, Afət Ələmdar. Və hərənin öz işi var. Mən göndəriblər toy oxumağa. Deyirlər, sən get toyunu oxu, gəl. Bu işi bizə həvalə ediniz. Nəticəni də görəcəksiniz. Hələ psixoloq, orada bir yazıb psixoloq. Bəli, dostlar, bizim bu möhtəşəm komandada psixoloqumuz da var. Çünki elə adam var, onun yeri, məsələn, dəlxana olur. Elə adam var, ona həbs lazım deyil, o psixi dispanserə yerləşdirilməlidir. Belə də ola bilər, ona görə bəli. Yəni, kimin yardıma ehtiyacı varsa müraciət edə bilər. Afət Ələmdar. Afətlə üzünə verilişi efirdədir. 19.000 insan ekran başına kilitlənib. İndi bax, məni gözü götürməyənlər deyəcək ki, 1900. 19.000'i görmürsünüz. Görmək istəmirsiniz. Görürsünüz. Görmək istəmirsiniz. Başım qarışar. Təyyarəmi qaçırdaram. Bugün şəxsi təyyarəmlə uçuram. Mənə fərqi yox canım. Şəki olsun, Bakı olsun, Moskva olsun. Bizə toy hardadırsa, ora olsun. Yəni
çıxışa 20 minə qalxdıq. Hətta əslində 200 mindir, mən özüm 20 min deyirəm. Məni gözü götürməyənlər buna 2000 kimi baxır. Baxın, ev yox. Sizə belə xoşdursa, qoy belə xoş. İstiləndim, İstiləndim. Bu möhtəşəm komanda ilə ancaq irəli. Bax, ancaq bir də göstərirəm. Özdə gecənin bu vaxtı, Azərbaycanda saat 23:30, 12-nin yarısı artıq yuxu vaxtıdır. Yuxuları kabusa çevirəcəm bu saat. Biraz da yığışın. Bəli, 10.000 dollara gəlirəm canım mənim. Bəli. Deyənlər çoxdur, verənlər yoxdur. Da canlı yayıma çıxsınlar, kartıma göndərsinlər. Mən də uçum gəlim. Yoxsa monitor arxasında mən verirəm gəl. Belə olmur. Baxırsınız. Bax, ay dostlar. Göstərirəm, bir daha göstərirəm. Baxırsınız. Bəh. Baxırsınız, ay dostlar. Vəkil Kərimli Əli, Asim Abbasov, Ceyhun Yusifov, Fərhad Musazadə, Elcan Alışov, Orxan Fərzəliyev. Görürsünüz də. Adam var, bunun birini tapa bilmir. Adam var, bir vəkil tapa bilmir. Bir vəkilə möhtaçdır. Sizin müğəninizin 6 vəkil bax burada görünür. 20 nəfər də görünməyən, məsələnin görünməyən hissəsidir. Bax. İndi siz gördünüz mənim güc mənbəyimi. Baxın, biz haqqa, hüquqa söykənirik. Baxırsınız. Ekranımı tıklayın. Mən sizə hər saat demərəm. Şou proqram oxumağa gəlim 200 manata. Görürük də, bu dəqiqə saçı oldu, Moskva toyları üçündür. Olmaz. Birinci özüməm, bəli. İnanmırsınız, Rusiyada yaşayan Azərbaycanlılara üzümü tutub deyirəm. Sizin toylar kraliçanız kimdir yazın buradan. Bu partlaşsınlar, çatlaşsınlar, yazın. Əlbəttə, yaxşı eləyirəm. Yağın aşan nə ziyanı var? 6 vəkil, bəli. Nə ziyanı var ki? Xeyri var ki, ziyanı yoxdur. Əlbəttə. Bəli, Afət Ələmdarla, Afətlə üzünə verilişi sizinlədir.